Saniyələr içində süni intellekt vasitəsilə təqdimat hazırlamaq olar. Gəlin göstərim necə. İlk olaraq Google-dan yazırsınız Gamma və avtomatik ilk növbədə Gamma application çıxacaq və sonra orada Start for free var və yaxud Google-dan davam etmək işarəsi gələcək sizə. Həmin işarəyə basmaq lazımdır. Əgər ehtiyac varsa Google hesabınızın kodunu daxil etməlisiniz və avtomatik sizi Gamma application-na aparacaq. Gammada olandan sonra Create New AI bu düğmeye basırsınız və birinci Generate-ə basırsınız. Sonra seçirsiniz prezentasiyanı və prezentasiyanı seçəndən sonra artıq oradan kartların neçə dənə olmasını seçirsiniz. Yəni prezentasiyanız neçə kartdan ibarət olacaq. İlk 10 dənə kartdan ibarət olması bu ödənişsiz, daha doğrusu siz Gammadan qeydiyyatdan keçəndən sonra sizə 400 bal veriləcək və həmin 400 balı siz slaydlar yığa bilərsiniz. Daha sonra dil seçirsiniz və burada mütləq şəkildə türk dilini seçin, çünki Azərbaycan dili yoxdur. Və daha sonra öz mətninizi yazırsınız, ya yaza bilərsiniz və yaxud hazır bir mətn varsa, hansı ki siz istəyirsiniz ki, sizin slaydlarınızda, təqdimatınızda olsun, bu sözlərin hamısını bura qeyd edirsiniz. Eynilikdə də bunu digər süni intellektlərin vasitəsilə də edə bilərsiniz. ChatGPT-dir, DeepSeek-dir, Gemini-dir. Bu alətlər vasitəsilə də edə bilərsiniz. Daha sonra Edit Prompt-a basırıq və Edit Prompt bizi aparır. Yenə diqqətli olun, çünki kartlar 10 dənə göstərir və o kartların sayını azaltmaq lazımdır mütləq şəkildə və daha sonra siz buradan görüntünün necə olmasını seçə bilərsiniz. İllüstrasiya ilə, yoxsa şəkil ilə. Mən illüstrasiya seçdim. Eyni şəkildə də mətnin minimal mı olmasını, böyük olmasını mı seçə bilərsiniz. Daha sonra Continue'ya basırsınız, Continue'ya basırsınız, amma ondan öncə kart by kart tərəfi də var. Yəni slide seçə bilərsiniz və yaxud ümumi proqrama verə bilərsiniz. Bunu basandan sonra sizə mütləq şəkildə istəyinizə uyğun olaraq mövzu seçmək veriləcək. Mövzu nədir? Pick a theme nədir? Yəni ki, dizayn məsələsini seçirsiniz və dizaynı seçəndən sonra Generate-ə basırsınız. Mən Flamingonu seçdim gördüyünüz kimi və saniyələr içində verdiyim tapşırığa əsasən, verdiyim mətnə əsasən Gamma avtomatik olaraq mənə təqdimat yığır. Gəlin nəticəsinə baxaq. Gördüyünüz kimi hətta qiymətlərə bölür, daha doğrusu 1, 2, 3-cü yerə bölür, şəkillər düzəltib və slaydım 3 hissədən ibarətdir. Artıq sir deyil ki, fərqli süni intellekt proqramları biz müəllimlərin işini də dəfələrlə asanlaşdırır və sizlər üçün xüsusi simvolik bir qiymətə bələdçi hazırlamışam, hansı ki, həmin bələdçidə onlarla fərqli süni intellekt proqramını tapa biləcəksiniz. Ətraflı məlumat üçün plus qoymağı unutmayın.